Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə demək 92, 170 marşrutlarından 202-nin son dayanacağından 150-200 metr məsafədə 3 sotun içində şəxsi inşa olunmuş, monolitlə inşa olunmuş 5 otaqlı bir həyət evimiz satışa çıxıb, əlavə də 2 otaqlı da bir əlavə bir evdir. Yəni evin altındadır. İndi ətraflı məlumatları sizə verəcəm. Hörmətli izləyicilər, yaxşı ev istəyənlər, yəni şəxsi ev istəyənlər, düzdür, evin rəngi vurulmayıb, evin yeri də gözəl yerdə yerləşir. Yeni masivdə, bələdiyyə sənədi, arxiv sənədi olmaqla məsləhətli bir ev sizə təklif edirəm, hörmətli izləyicilər. Əmlakçı kimi sizin nəzərinizə çatdırıram. Ev həqiqətən yaxşı evdir, yeri də gözəl yerdir, marşrutlara girişi çıxışı yaxşıdır. Gördüyünüz kimi həyət yanı sahəsidir. Evin yan tərəflərinə hamıza fırlanmaq mümkündür. Bax, ətrafını belə gəzmək mümkündür. Bura görsən rahat 3 dənə maşın rahat daxil ola bilər. Həyətində belə yaşıllıqları var. Gördüyünüz kimi hörmətli izləyicilər. Giriş darvazasından 3 dənə daha hələ 5-in altısında belə salmaq olar. Hələ mən bura kimi 3 dənə maşın deyirəm. Nə istəsiz şərait yarada bilərsiniz. Əvvəla birinci baxın, bir dənə burada ev sahibi əlavə otaq düzəldib. Kiraya zadə alıb vermək olar. Bir sanuzel yeridir, bir dənə yataq otağıdır, bir də zal stüdiya kimi burada düzəldib. Ara mərtəbəsi monolitdir. Subut kimi bunu göstərirəm ki, evin ara mərtəbəsi monolitdir. Keçən indi hələm belə evlər monolit olmur. Ev də 5 otaqlı evdir. Ev də 13 metr belədir, 9 metr də belə içəri doğru. Yəni böyük evdir. Yan tərəflərinə keçmək üçün, bax buradan da göstərirəm. Buranı da görürsünüz, açıqdır. Evin qurqabuğu ətrafına fırlanmaq mümkündür. Evin bir dənə rəngi qalıb, fasad işləri qalıb, elə bir şey yoxdur. Amma evin için təmiri qaydasındadır. İndi kim istəsə müasir boylarını dəyişə bilər, amma təmir yaxşı, ideal vəziyyətdədir. Girən kimi böyük bir xolla qarşılaşırıq. Yuxarı çıxmaq üçün ayrıca burada 5 otağa çıxılır, pləkandır, monolit betondan vurulub. Böyük bir mətbəx qarşılaşırıq. Haradasa 30 kvadrata yaxındır, 30 kvadrat rahat var. 5-in 6-ya bir mətbəxdir, yer istipoldur, iç, otur burada. Yəni hər şey qaydasındadır. Gördüyünüz kimi hörmətli izləyicilər, yəni mebel burada, hər şey, ev boş satılır. Bir də mətbəx bebenindən kombi sistemləri evin üstündə qalır. Qalan işlər nə varsa hamısı yəni danışıqdan asılıdır. Müəyyən indi bəzi hansı əşyaları saxlayacaq ev sahibi özü deyəcək. Giriş hissəsi stipol, mətbəx stipol. Keçən də yuxarı 2-ci mərtəbə ilə tanış olaq. 2-ci mərtəbə deyəndə əslində kürsülü ev sayılır. Aşağıda mətbəxi böyük geniş götürüb. Qalxan kimi, bax kombinə təchiz olunub. Dəhliz sistemidir, görürsünüz hörmətli izləyicilər. Hündürlük rahat 3 metrdən də bəlkə çoxdur. Rahat 3 metr var. Uşaq otağı. Pəncərələrini görürsünüz, tam rahat işıq düşür evin içinə. Qoşa daşdan inşa olunub. Ara mərtəbəsi yenə qeyd edilən döşəməsi beton monolitdir. Bura əlavə qonaq otağıdır. Haradasa 4 metrənin 4 dolması ən aşağısı. Burada hörmətli izləyicilər 380 zat var. Bir 7 metrə yaxın var. Bura qonaq otağıdır. Bir yataq otağı da buradadır. 5 otaqdır. Bu da uşaq otaqlardan biridir. Bunu da nəzərdə çatdırın. 2 dənə də burada bir yataq otaqları var ayrıca. 15-16 kvadrat. Pəncərəsindən tam rahat işıq düşür evin içinə. Havalanmaya tam uyğundur. Hörmətli izləyicilər. Baxın, bax, bu hissəsi də bir dənə yataq otağıdır. Yenə də sanuzel sonunda. 5 otaq burada. Yəni bir mətbəx. Aşağıda da ayrıca 2 otaq bir yerdə. Bax, saydım. 1 zal, 2, 3, 4, 5 otaq. Hələm belə evlər olmur, 5 otaq evlər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın.
evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Baxın, bax. Sənədi bələdiyyə qərarıdır. 200 üçün son dayanacağı 92-170 maşlarla 150-200 metr məsafədə yerləşir. Evin qiyməti 158 min start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Yaxşı ev istəyənlər üçün ən məsləhətli evlərdən biridir. Monolitli, şəxsi tikildi, yeri yaxşıdır, nəmişlik olmayan ərazidir. Sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.